Ümumiyyətcə insan iki səbəbdən öz bloqunu apara bilmir. Ya insan özünü çox qəşəng görür və video çəkdikdə videoda özünə eybəcər görür. Adətən bəlkə də eşitmişsiniz, insanlar deyir mən şəkildə pis düşürəm. Əslində o şəkildə pis düşmür, o olduğu cürə düşür. Prosto o öz haqqında biraz daha optimist fikirləşir və daha gözəl düşündüyünü ehtimal edir. Bir də bir variant var ki, insan özünü çox çirkin sayır. İnsan normaldır, amma elə bilir ki, çirkindir və bununla insanlara paylaşmaq istəmir özünü. Amma əslində elə deyil, insan olduğu cürədir. Hər bir insanın öz tanışı və onu çox istəyən insanlar var. Və kimisə gözündə qəşəng, kimisə gözündə çirkin ola bilər və bu normal bir şeydir. Blog çəkmək məhz onu aradan qaldırır. Məsələn, sən özün özünə öyrəşirsən. Məsələn, sən olduğun cürə özünü qəbul etməyə bacarırsan. Bu günləri məsələn mən 2000 sonuncu şəklimi Instagramda 2020-ci ildə çəkmişdim. Yəni açığı. Çünki ümumiyyətlə düşünürdüm ki, mən yaraşıqlı deyiləm və yaxud nə bilim, şəkillərdə pis düşürəm. Yəni bu fikirlər olur, yəni şəkillərdə pis düşürəm. Mənlik deyil şəkil çəkmək. Amma bu günləri mən nə bilim, bəlkə də 5 dənə 6 dənə video çəkirəm və bu mənə yəni çətin gəlmir, sərbəstçilikdir. Düzdür, bəzən olur, yəni sonra çəkərəm. İndi vaxtı deyil. Yəni bu fikirlər olur, amma bununla mücadilə aparırsan, belə deyim. Bu dediyim 10-15 video isə insana özünü qəbul etdirməyə məsələn kömək olur. Yəni bir müddətdən sonra ümumiyyətlə, yəni yuxudan durdun, əlini yumadan götürdün kameranı, başladın çəkməyə. Çünki sən özünü olduğu cürə qəbul etmirsən. Bu nə üçün lazımdırsa bu növbəti videolarda izah edəcəm.